Tindən salam. Atam deyirəm Bakıda gediyə elə qonaq olasan, de, Vufda qonaqlar gəlir axı. Ona görə də bütün eskalatorları düzəldirlər. Ona qədər pilləkən kimi fəaliyyət göstərirdi. Bakı şəhəri ərazisində yerləşən yeraltı, yerüstü eskalatorların və orada quraşdırılmış liftlərin yenilənməsi işlərinə başlanılır. Bakı şəhəri ərazisində 46 nöqtədə keçidlər var ki, orada qurulan liftlərin, eskalatorların ümumi sayı 177 ədəddir. 13 dənə də lift təsərrüfatı var orada. Onlar da yenisi ilə də əvəz olunacaq və bəzilərində isə təmir işləri görüləcək. Bakı lift təmirinin böyüyü Xalid müəllim. Bu vaxtacan yatmışdınız. Hala, mən deyənlər, bu şəhərin qocası var, körpəsi var, əlili var. Geri elə Vuf gəlsin ki, Vuf durub aylasınız. Dinliyor, tinimiz düzdür. Deyirəm, bu masazırın da problemləri lap iştini çıxardı və bir dənə duzu var idi, onu da düzdə qoyublar. Görün başda nə oynatırlar. Baxın, növbəti biabırçılıq. Demək, bura Masazır qəsəbəsində yerləşən duz zavodu və duz gölü. Az fikir verin, bax, qarşıda gördüyünüz bax ora duz zavodudur, burada duz gölü. Demək, açıq-aşkar buradan, demək, kanalizasiya xətti yolun o tərəfindən gətirilib bu turba ilə keçir, ifunət, qoxu, nə axıdılır bura, nə gəlir, suyun rəngi də bilinmir ki, nə rəngdədir, yaşıl rəngdədir, fikir verin. Hamısı buradan axıdılır və gedir bizim istifadə etdiyimiz və buradan yığılıb bizlər üçün, yəni istifadə üçün verilən duz gölü. Bəs deyirsiniz masazırdır, masazordur, bəlkə də zordur ya, masada oturanlar üçün. Hala, mən deyənlər, masaya zırranıb oturmaqla deyil, masazırda. İş görmək lazımdır. Bu səbəbətdə də çox da yaravza duz səpmək istəmir. Özdə masazır duzu. İltihab olar da, qardeş. Dinliyor, tinimiz düzdür. Atam, Avropa deyirdiniz ha. Axırı ki, Avropanı keçdik. Boşananların sayına görə. De, bu ilin 2 ayında boşananların sayı 3376 nəfər olub. Heç Allahın Avropası da belədir. Avropada hər 1000 nəfərə 1,6 nəfər düşür boşanan. Yaxşı, bu qədər boşananların boş anlarını necə dolduracaqsınız? Deyə imkansızlıqdandır, məncə təkcə odur. Necə olur? 41-45-də boşananların sayı demək olar ki, 0 idi. Ondakı cəmaat acından şımıq yiyirdi. Merhaba, hoşuma geldin. Anaya kömək eləmək lazımdır. Ne yiyirsən belə? Mıh, ləzzət. Tullu yanak, qarın ağrısında düşərsən. Atan balası, bu boşananların sayı nə qədər əyri olsa, indi öz aramızda bizim tilimiz düpbədüzdür ya.